Gəl Elvin, salam əleykum. Hər vaxtınız xeyir olsun. Buyur Elvin, çıxa bir dənə zəhmət olmasa küçüyə. Dəyərli izləyicilərim, sizləri Mərdəkan Qala yolundan salamlayıram. Mən hal-hazırda belə deyim də Qala yolunda yeni açılmış Araz Market var. Araz Marketinin qarşısındayım. Mərkəzi yoldan, onu da sizə deyim ki, yaxınlığımızda məktəb var. Baxın, bu evlərin yaxınlığında məktəb yerləşir. Düz yoldan, buradan çıxdın qırağa marşrut keçir. Yəni piyada elə buradan durdun, qapını açdın, çıxdın qırağa, uşağı mindir marşrutu məktəbə göndərə bilərsən. 3 ev təqdim edəcəm, amma qısa olaraq təqdim edəcəm. Necə? Birinci evin qiyməti 175 min manatdır. Bu evin qiyməti balacadır, 120 min manatdır. Burada 2 yataq otağı var, amma hovuzu da var. Balaca bir evdir. Həyətə də bir maşın yerləşər. Balaca bir evdir. Bunun start qiyməti 120 min manatdır. İlk öncə gördüyümüz hansı ki həyətindən çıxdıq, o evin qiyməti isə 175 min manatdır. Göstərəcəm o evi sizlərə. Hamısını göstərəcəm. Bir dənə axıra qədər məni izləyin. Bu ev satılıb, Allah xeyir versin. Burada hal-hazırda yaşayış var, yaşayan var. Allah canını sağ eləsin, sağlam günlər keçirsinlər bu evdə. Bu evin qiyməti isə 195 min manatdır. Bu ev böyükdür, genişdir, çox qəşəng və maraqlı bir evdir. Burada oturacaqlar qoyulub oturmaq üçün. Hər bir evin qazı, suyu, işığı, interneti, hər şeyi mövcuddur. Bu saatı maşallah nə qəşəng seçiblər. Bu da nəsə ekskluziv bir şeydir. Sonra burada üstü bağlı söhbətgah, su hövzəsi, qaz çəkilib, hovuz, evin içərisində bir qısa olaraq evini göstərək. Sonra gedək 175 minlik evə. Bu evin qiyməti bir daha söyləyirəm. 195 min manatdır. Genişdir, mətbəxi ayrıdır, sağ tərəfə keçirir, mətbəx yerləşir, mətbəx mebeli, mətbəxdən birbaşa hovuza görüntüsü var. Döşəmə bütöv olaraq isti döşəmədir. Burada çamaşırxana və qardirob kimi istifadə eləmək üçün yığılıb divarın içərisində. Bir yataq otağı, daxilində sanitar qovşağı. Burada ümumi sanitar qovşağı, burada ikinci yataq otağı. Geniş, böyük maşallah qonaq otağıdır. Qonaq otağın baş tərəfində TV stand yığılıb. Qonaq otağın pəncərələri birbaşa həyətə, qəşəng işıqlı evdir. Həyətə baxır, vitrin pəncərələrdir. Bu qonaq otağın içərisində isə bir dənə də yataq otağı var. Bu da üçüncü yataq otağı. Bunun proyekti belədir. Belə inşa olunub. Qiymət start olaraq böyükdür. Torpaq 5 sota yaxındır. Evin özü artı 180 kvadratdır. Bu evin qiyməti 195 min manatdır. İndi isə gedək 175 minlik evi bütöv olaraq sizə təqdim edeyim. Bir daha təkrar edeyim. Bizim baxın bu zolaqda, bu dalanda bir ev 195 min. Bu evdə yaşayış var. Satılıb. Bu ev balaca bir evdir. 120 min. Bu ev isə 175 min manatdır. 1, 2, 3, 4 dənə ev var bu dalanda. 4 ev var. Buyurun. Bu ev mənə çox maraqlı gəlir. Bu ev çox qəşəngdir. Ola bilər rəng biraz sevilsin, sevilməsin müştərilər tərəfindən o problem deyil. Yəni onu dəyişdirmək fasad rəngin olar. Əziz izləyicilərimiz, bu ev isə 175 min start qiymətdir. Yola yaxındır, hər yerə yaxındır. 4 fəsil yaşamaq üçün nəzərdə tutula bilər. Söhbətgahdır, balaca da olsa varı da həyətdə, manqalıdır, su hövzəsidir, hovuzudur, mövcuddur, maşallah. Baxın, sizlər üçün aşağı qiyməti olan evləri bugün, bu həftə Elvinlə çəkib paylaşıram. Buradan isə keçək evin daxilinə. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Sənəddəki, mən yenə təkrar edirəm, sənədsiz ev mən olsa çəkmirəm, hamısı sənədlidir. Gəl Elvin, birinci buradan başlayaq. Bu tam mərkəzdə yerləşən dəhlizin arxasının ümumi sanitar qovşağıdır. Duş kabinasına qədər varıdır. Bu birinci yataq otağıdır. Buradan çıxır o. Keçirik. İkinci yataq otağı. Buradan çıxırıq bu yataq otağından. Keçirik.
üçüncü yataq otağı və yataq otağının daxilində özünə aid olan özünün sanitar qovşağı. Yataq otaqların sanitar qovşağı hamısını təqdim elədim sizə. Ümumi giriş qapısının içərisində evə daxil olan kimi sağ tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı ilə və ümumi giriş qapısı ilə qonaq otağına üzbəüz ümumi girişdən də sol tərəfdə mətbəx otağı yerləşir. Mətbəx mebeli hamısı yığılıb, qaz sobası, hər bir şey qoyulub. Əzizlərim, burada da sizinlə sağollaşıram. İnşallah görüşmək ümidi ilə. Teşekkür ederim.